İnsanın dilindəki dəyişiklikləri xərçəng də daxil olmaqla ciddi xəstəlikləri göstərə bilər. Bu barədə Daily Mail qəzeti yazıb. Nəşrin məlumatına görə, dildə uzun müddət davam edən ağrısız xora yüksək riskli ağız xərçənginin ən aşkar əlamətlərindən biridir. Dilin rəngi, səthi və teksturası ağız mikrobiomunun vəziyyətini, hidratasiya səviyyəsini, qidalanma vəziyyətini, bağırsaq sağlamlığını və ümumi rifahı əks etdirə bilər. Məqalədə müntəzəm ağız gigiyenasının vacibliyi və dil rəngindəki dəyişikliklərə, diş ətinin həssaslığına və xoşagəlməz qoxunun inkişafına diqqət yetirməyin vacibliyi vurğulanır. Müəlliflər xatırladırlar ki, ağız xərçənginin simptomlarına ağrı, udma çətinliyi, səs dəyişiklikləri və izah olunmayan çəki itkisi daxil ola bilər. Xəstəlik ən çox insan papilloma virusu ilə əlaqələndirilir. Buna görə də mütəxəssislər peyvənd olunmağı, həmçinin siqaret çəkməyi və spirtli içki qəbulunu dayandırmağı tövsiyə edirlər. Harvard Tibb Məktəbi və Massachusetts Ümumi Xəstəxanasının alimləri bir neçə xərçəng növünü eyni vaxtda aşkar etmək üçün müntəzəm qan testlərini vacib hesab edir. Məqalədə qeyd olunur ki, skrininq hazırda yalnız bir neçə şiş növü, xüsusən də döş, uşaqlıq boynu, yoğun bağırsaq və ağciyər xərçəngi üçün aparılır. Bu, o deməkdir ki, yeni xərçəng hallarının təxminən 70%-i simptomlar göründükdən sonra aşkar edilir.